Azərbaycanda adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 800 kub metrə bərabərdir. Yenavaz.com BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, bu, dünya üzrə qeydə alınan orta göstəricidən 6,7 dəfə azdır. Belə ki, dünyada adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 5400 kub metr təşkil edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada daxili şirin su ehtiyatına sahib olmayan yeganə ölkə Küveyt hesab olunur. Ölkədə çay və göllərin olmaması səbəbindən içməli su tələbatının böyük hissəsi dəniz suyunun duzsuzlaşdırılması hesabına ödənilir. İkinci yerdə Bəhreyn, üçüncü yerdə isə Misir qərarlaşıb. Nil çayına sahib olmasına baxmayaraq, əhalinin çoxluğu səbəbindən Misirdə adam başına düşən şirin su ehtiyatı olduqca aşağı səviyyədədir. İlk onluqda həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Yəmən, Maldiv adaları, İordaniya, Səudiyyə Ərəbistanı və Sudan yer alır. Ən çox şirin su ehtiyatına sahib olan ölkə isə Panama hesab olunur. Panamada adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatının həcmi 31040 kub metr təşkil edir. Növbəti yerlərdə Rusiya, Venezuela və Mərkəzi Afrika Respublikası qərarlaşıb. Keçmiş SSR və region ölkələrində adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi bu şəkildə olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı digər bir məlumatda isə qeyd olunur ki, Türkmənistanda adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 194 kub metr olduğu halda, bu ölkədə il ərzində adam başına 3631 kub metr şirin sudan istifadə olunur. Türkmənistan şirin sudan istifadəyə görə dünyada ilk sırada yer alır. Türkmənistanın ilk sırada olmasının əsas səbəbi pambıqçılıq üçün yaradılan geniş suvarma sistemləridir. Sovet dövründə inşa edilən kanallar vasitəsilə Amudarya çayının suları quraq əkin sahələrinə yönləndirilib. Eyni zamanda bu siyasət uzun illər ərzində Aral dənizinin ciddi şəkildə kiçilməsinə səbəb olan əsas amillərdən biri hesab olunur. Onu da bildirək ki, Azərbaycan da dünyada şirin sudan ən çox istifadə edən ölkələr sırasındadır. Azərbaycan adam başına düşən şirin sudan istifadəyə görə dünyada 7-ci sırada qərarlaşıb. Azərbaycanda adam başına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 800 kub metr olduğu halda, il ərzində adam başına 1285 kub metr şirin sudan istifadə olunur. Araşdırma göstərir ki, qlobal şirin su istifadəsinin təxminən 70%-i kənd təsərrüfatının payına düşür. Bu səbəbdən siyahının yuxarı pillələrində əsasən quraq və ya yarım səhra iqliminə malik, suvarmaya yüksək tələbatı olan ölkələr yer alır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və İran da bu qrupa daxildir.